20. Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Ben Gül. Bugün sizlerle beraber yepyeni bir video ile karşınızdayım. Bir dakika kamera. Bugünleri bilirsiniz ki benim ad günüm idi. Videom biraz geç çekildi. Bugün 31 oktyabrdı ve benim ad günüm 28 oktyabrdaydı. Düz keçib. Amma ki ikinci defa ad günümü keçireceğim kızlarla beraber, dostlarımla. Dostlarımla beraber keçireceğim. Bunu da vloglamak istedim. Ona göre aslında bugün 5. gündür, pazar günü olacak. Prosta indidən dekorasiya keçəcəyik. Bugündən dekorasiya başlayırıq çünki çatdırmayacağıq. Bunu çəkməkdə məqsədim həm xatirə olaraq qalsın, həm də ki fikir ola bilər sizlərlə də, əgər evdə keçirirsinizsə sizdə dekorasiya falan fikir ola bilər. 2 həftə əvvəl falan, hətta 1 həftə əvvəl Temudan sifarişlər vermişdim dekorasiya üçün və çox tez bir müddətdə gəldi. 7 günə gəldi. Mən qorxurdum ki, gəlməyə ad günümə qədər, amma gəldi. Sizlərlə bərabər bəzəyəcək. Yəni bütün bu ad günü ərəfəsini sizlərlə bərabər keçirmiş olacağıq və siz də mənimlə bərabər olasınız. İşıq biraz qəribə düşür. Qeyd edim ki, mansardda keçirəcəm. Bu arada bir dəfə keçirmişəm ailə ilə bərabər, qohumla, ailə ilə bərabər. Danışamıram mən. Kısa bir fasilədən sonra yenidən gəldik. Nəsə deyirdim, yadımdan çıxdı. Bu problemimiz var ki bizdə. Bizdə bilirsiniz ki, ev təzədir və divara heç nə yapışdırmaq olmaz. Yəni mamam falan heç bir icazə vermir divar nəsə yapışdırmağa. Və mənim aldığım şeylər hamısı yapışdırmalı şeylərdir. Mansardda ancaq divardır da, görəcəksiniz birazdan. Açıq ərazidir də. Nə arayacağım bilmirəm, nə tər yapışdıracağım bilmirəm. Bir də ki, bir dostum xəstələnib. Allah tez bir zamanda sağlar. Buradan izləyib sonra öpürəm. Allah şəfa versin. Bu arada onu da qeyd edim ki, uşaqlar, bu videonu ya yüklədikdən sonra ya da yükləməmişdən əvvəl tətil vlog 1 gəlir. Yolculuq vlog 1 gəlir. Bəli, çox tez yüklədim. Yayda çəkdiyim videonu indi yükləyirəm. Çünki editləmə bilirsiniz ki, royaldaydı, amma o qədər mükəmməldir ki, spoiler verməyim. Ay Allah, buradakı paltarlara baxın. Spoiler verməyim, amma ki o qədər mükəmməl edit olub ki, yəni videolarımın arasında ən mükəmməl edit ola bilər. Dəhşət mükəmməl bir şey olub. Çox güləcəksiniz, çox əylənəcəksiniz. Bu arada 10 günlük videoda, yəni 10 dənə video nağd gələcək inşallah. İndi ya bunu ondan əvvəl ya da ondan sonra gələcəm. Əgər izləməmişsinizsə, buralarda əgər yükləmişəmsə qoyaram. Bu arada əlimin içində də tarix var nəsə. İndi isə qalxaq yuxarıya məncə. Amma saçımı yığım, bir də çox istidir, ölürəm sizdən. Ona görə bunu çıxarım. Mən birinci Temudan zakaz verdim. Çünki ad günüm 2 həftə falan qalmış. Zakaz vermişdim və qorxurdum ki, gec gələcək. İlk dəfə Temudan zakaz verirdim. O qədər tez gəldi ki, o qədər razı qaldım ki, yəni bundan sonra Temu hər şeyi səndən yükləyəcəm. Və tez qərar verdim. Yəni heç nə hazır olmamış, sırf ancaq dekorasiyalara başladım. Və indi də birazdan görəcəksiniz ki, rose gold deyirlər. Yəni rozvi ilə qızılının qarışığı olacaq hər şey. Buna görə də konseptimiz belə olacaq. Sonra mən getdim don axtarmağa. Roz rəngli don axtardım, tapa bilmədim. Ona görə də ağ rəngdə geyinəcəm mən. Bunların hamısı da roz rəngdə geyinəcək inşallah. Koftamı da yaşım çünki çox isti oldu. Bir də sizə burada olmuşdan elə burada aldığım əşyaları göstərim. Nə dedim ki, özüm bir də bir şey pişirəcəm. Menyuları da sayım sizə. Menyu olaraq özüm bir dənə şey pişirmək istəyirəm. Keks pişirmək istəyirəm. Çünki onda səbəbi var uşaqlar. Çünki bu şəkildə Temudan keksin üstünə vurulacaq şeylər almışam. Burada dəhşət çox var. Hətta burada da var. Bu dəst şəklində satıldı və bu onun içindən çıxıb. Sweet 16. Hətta bunu tort kəsdiyimiz zaman əlimizdə də tuta bilərik. O da var. Burada Sweet 16 yazılıb. Sweet 16. Sweet 16. Bu şəkildə 16'lar var. Burada bilməyənlər üçün 16 yaşım oldu. İndi hər şey 16'da görəcəksiniz. Ya bilməsəniz belə bilməlisiniz ki, 16 yaşım oldu. Səfər olacaq. Deməli bir dənə qız dediyim kimi xəstədir. İnşallah sağlıb gələcək. Bir dənə qız alınsa gələcək. Alınmasa gəlməyəcək. İnşallah gələr. 2 dənəsi də müəmmalıdır uşaqlar. Onlara da tort üçün almalı olan tort nə idi? Tortumu da sifariş vermişəm bu arada. Sizə bura alın. Çünki elə danışmaq çətindir. İstərməyi unutdum. Bu şəkildə bir dənə qablar aldım Temudan. Çox şirindirlər bu arada. Bunun içində simiçka, cipsi, jelibon yığarım yəqin ki. Çünki ən sevdiyim cipsi ilə jelibondur. Amma simiçka daha çox yığacaq. Qət eləmək üçün bu şəkildə. Neçə dənə? 1, 2, 3, 6 dənə, amma 3 dənəsini yığsam bəsdir. Simiçka da 2 paçka qoya bilərəm. İndi isə kompüterdən keks tarifi. Bu arada şey də almışam mən. İşıq. Bu pultu gördüm ya da düşdü. Bu arada mən yatmışdım hazırlıqdan gələndən sonra və təzə durmuşum. Ona görə tipim pisdir. Yəni fikir verməyin. Özümüzü şüpheli. Burada sizə aldıqlarımı göstərəcəm bilmirəm, amma gözüm buranın işığının hamısını yandırım.
Ay da burada gördüm, yadıma düşdüm mən. Gələn qızlarla bərabər deməli ağlımda bir dənə fikir var. Sizi hara qoyum? Sizi bura qoyum. Bir dənə fikir var. Gələn qızlarla bərabər bir dənə şəkil düzəldəcəm. O şəkil düzəltməyim. Ay Allah, müziyyətim də qalıb. Onu bu şəkildə görsüz balaca rəngdə şpılkalarla çaşqanın ucuna batıracağım ya da ki boş qabın üstünə qoyacağım, ya da ki bir özüm Pinterestdən dəvətnamə hazırlayacağım. Onu çıxardıb həriyə elə bil öz şəklimlə. Ay danışamadım, nəfəsim də kəsildi. Elə bil həriyə öz şəklimlə şey eləyəcəm. Şəkil də onun içində olacaq, dəvətnamənin içində olacaq. Ya da ki bunlardan istifadə edib bir dənə şəkil yapışdıracağam. Ümumiyyətlə sizə aldıqlarımı göstər. Bu şəkildə bir dənə bunların hamısı bu arada göstərəcəyim şeylərin çoxusu dəst içində gəlir. Bir dənə belə ulduz var. Baxın belə olur ulduz. Bir də bu var. Bunların hamısını yuxarıdan, nə deyirlər ona, işıqdan asılır. Güllər var, ləhsəklər var. Bunu yerə çəkməyə fikirləşirəm, hələ bilmirəm. Və 100 dənə şar var. Ev vloqunda göstərmişdim biraz. Baxın, burada bir dənə stol var. Ya bura eləyəcək hamısını bu iki pərdənin arasına. Ya da ki əslində məndən olsa mən buraya da ki oranı istəyirəm. Burada yemək yemək. Bu arada orada da stol var. Onun bayaqları qaldırdıq. Amma problem var ki, dediyim kimi divara heç nə yapışdıra bilmərik. Bu şəkildə bunu yerə sərmişəm ki, qarışmasın. Bu şəkildə gördüyünüz kimi buranın işığında yandıraq. Gözləyin. Bu var. Bu stol var. Bu stolun qırağında da şeylər yapışdıracağam. Şarı bir-birinə bağlamaq üçün bunlardan istifadə edəcəm. Orada da var gördüyünüz kimi. Çünki divara asmaq şansımız yoxdur. Burada stolda aldıqlarımı göstərirəm bu arada. Altındakı Happy Birthday dəstir. Daha doğrusu süfrədir. Bu şəkildə burada uzun, çox uzun şeylər var, bunlar var. Əslində bunu stolun qırağına yapışdırmağı düşünürdüm, amma çox uzundur, bilmirəm nə edəcəm. Və bu şəkildə 2 dənə ürəyimiz var. Şarların hamısını gəlib bu masaya yığaq. Çünki çoxdular həqiqətən. Hamısı bu arada dəstin içindədir, yox. Bundandır, baxın. Bundandır. Ay Allah düşməsin. Sonra aldıqlarım arasında ən bahalı şey buydu uşaqlar. Bu 16 yazılan bir dəstir. Bunu 17 manat almışdım, nə almışdım? Ən bahalısı budur yəni. Salfetka, 2 dənə boş qab və çaşka var. Bu çaşkada da içə bilərik. Bunu tortdan içməyi düşünürəm əslində, tort olanda, yəni şirniyyat stolunda. Amma yemək stolunda bakaldan istifadə etmək istəyirəm. Amma bakalla da bağlı başqa bir fikrim var. İndi onda birazdan deyərəm. Bakalım, bu ucuna lent bağlamağı istəyirdim. Altında da şarlar var. Hə, baxın, görsənir deyəsən. 16 bir dənə şar var. Bunu da çıxartmayım. Ulduz şar var. Bunu çıxardaq. Bunları iplə helyum eləməyi düşünürəm. Ya da ki, yapışdıracağım. Hələ dəqiq deyil. İndi momumla gəlsin, dəqiqləşdirəcəyik. Hə, 40 dənə balaca ürək şarı almışam mini. Bunlar çox şirindilər. Bunlar qarışacaq bir-birinə. Baxın, bu şəkildə ürəklər var. Bunlar çox balaca gəldilər əslində. Amma bunu elə bir şişirdib buradan stolların başından etmək olar. Sonra, bu 16 dedik. Bu elə bir şey var. Bu pərdəyə asırlar və işıqdır. Bu çox qəşəngdir. Bunu adgən bitdikdən sonra öz otağıma taxmağı düşünürəm. Bu da çox qəşəngdir. Bunu da indi buralara bir yerə vuracağıq. Sonra bu bizim aslında evimizdə var idi. Bundan yox, amma bu biraz kötü, bilmirəm. Burada pişirdiyim keksləri qoyacaq. Aha, əsas məsələ buradadır. Bunları ya ayırmışdım ya da setin içindədir, xatırlamıram. Bu şəkildə içində belə olan həm şəffaf şar, həm də bu şarlardan var. Bu şəkildə bu biraz səhv gəlmişdi. Görürsünüz ki, bənövşəyə gəlib. Bu deyəsə dəstin içindəydi, hə. Bunu bənövşəyə göndərdilər, heç nə olmaz amma. Burada da şəffaf şarlar var, çox şar var. Həqiqətən bilmirəm nə edəcək. Bu da dəstin içindəydi və Happy Birthday var. Sonra içindən şarları yapışdırmaq üçün bu görsənir. Və yenə də bunlardan var. Bundan çox var. İndi isə mamam aşağıdadır. Onun gəlməyini gözləyirəm. Və uşaqlar, biz artıq başlayırıq düzəltməyə. Mamam görsənmək istəmir. İşıq söndürdüm ki, daha qəşəng görsənsin. Uşaqlar, bu arada çox qəşəng şey elədim. Bayaqlar bütün menüləri falan hamısını tam dəqiqləşdirdim. Bir də ağlımda o qədər mükəmməl ideyalar var. Sabahları onları alacağım. Bir də özümə dəvətnamə düzəltdim. Özüm düzəltdim uşaqlar. Siz çəkmə qoyacağıq və şarları əsas qərarlaşdıraq ki, hansıları divara yapışdıracağıq, hansıları helyum dolduracağıq. Bu şəkildə. Amma bax, burada biz yemək yeyək. Orada da şey yeyək. Şirniyyat sosu. Amma arxa fon, 2 dənə arxa fon düzəldək. Bu şəkildə ürək dediyim kimi çoxlu şarlar var. Bunu stolların siz görmürsünüz bir dəqiqə.
Bu stolların yuxarısına belə helyum şəklində qoymaq üçün, amma başqa şallar da var. Ümumiyyətlə bütün şalların hamısını açacağım. İndi baxıram. Bu şalları açaq. Bu ışıq qaranlıq deyil abi. Buranı yandırım. Bunu ya helyumla doldurub şarla belə yuxarıdan qoyacağım. Ya da ki, o arxa fonun üstünə yapışdıracağım. Ayağın saçma açın. Var bunlar. Bu belə şeylərdir. Bunu istifadə edək mama. Və şimdi bunu doldurup yere ataq. Niyə səhv göndərək? Ya da mən səhv görmüşəm. Bunun içindəki də roz verir. Uşaqlar baxın, belə bir ideya var ağlımda. Bunların hamısı var. İşıqda var, ulduzda. Amma ulduzdan səhv görmüşsə 2 dənədir. Arxadakı şeydən də boldu. Çox boldu. Onlara göstərim hələ sizə. Bu şəkildə də var. Amma bu çox sadədir. Bu şeyləri full qoya bilərik. Bir də ki, mən onu gətirmədim sizə. Aşağıda indi aşağıdadır. Yekə pankart var. Happy Sweet 16 yazdım səhv eləmirəmsə, o çox yekədir. Ya arxa fon olaraq onu istifadə edib üstünə şallar vuracağıq. Ya da ki, bunu istifadə edəcəyik. Amma mənim fikrim odur ki, bunu orada şirniyyat stolunda istifadə edək. Ki, o dediyim 16-nı burada onunla yemək masası alacaq. Burada asaq ki, onu da istifadə edək. Ya da ki, bizdə, baxın, bu hissə var. Ya da ki, bu hissəyə şey elə bilir, amma bu hissəyi eləmişdik, biz çox böyük gəlmişdi. İndi mən uşaqlar indi düşəcəm aşağı. O məşhur 16-16 dediyim kartı göstərəcəm. İndi mənim hamıda bir dənə ideya var. Məncə mamam da bəyəndi. Məncə o tip eləyəcək. Amma hələ ki dəqiq deyil. Bir də ki mən şarı çox bilirdim. Amma baxın. Small sən nə gəlsən burada? Bu var. İndi isə bunu qoparıb qaldıracağam yuxarıya. Bu arada onu da qeyd edim ki, sabahları hazırlıqdan çıxdıqdan sonra şöyə gedəcək. Onu da çəkəcəm. Tipimə baxın uşaqlar yatıb durmuşam. Bu şey yoxdur. Bunun qiyməti yadımda deyil. 5 manat olmalı, 7 manatından. Badəm şərabla dolu. Həm belə bir şey var, həm belə bir şey var. Bu nəyə taxacağıq? Bu nəyə taxırıq bunu? Bravo, işte nasıl renklidir? Gözü sınav, videosuna bak. Neyse bunları da açaq və asacağım üstündə. Mən üstündə böyle köşəndə ki, rahat asmaq olur. Deyim ki, hamısını elə bir dəstin içində almışam. Nədir? Bir-birdir bu. Ay, nə şeydir onlar? Hamısı ulduzdur. Ələri biz bunu açaq. Bax, bunlar belə açın. Nə qədər oldu bu? Məncə nəsə səhv edirəm. Gittim başı dönmedim kal. Böyle buna tutacağım. Ahırdaki kişiler bence buralar falan tutuldu. Bu böyle olur. Evde var idi. Burada ona göre belədir. Yəni uyğunsuzdur, amma uyğunsuzdur. Yəni ora bunu elə belə yapışdım. Orada yerde görürsüz, o da var. Neyse bunu yeyirik. Ay bu halaki de çok şirindir. Ay bu şekilde. Bundan bir tane de var. Hani hansından? Bəli uşaqlar, bu şəkildə qoyduq. Yuxarı ilə bura arasında ara məsafə qaldı, amma məcburuq çünki asmaq olmur bu şəkildə. Belə hələli buraları görürsünüz. Bunu çıxardacağıq çünki biraz uymadı. Buradakı gördüyünüz yerləri arxaya sızacaq. Burası ki, bundan ayrı 2 tane zakazlamışam. Bundan da ayrı 2 tane də. Bu setin içində gəlmişdi. Bunları ayrı zakazlamışam. Şurada tərsin olmalı değil mi? Hansısa setin içində gəlmişdi. Burası bunların ise renk fərqləri var. Aralarında en bahalı olan bu sefer tutayım. Bence yesin bahalı yani. Buna 12 manata verilen değmez ama ben sonradan başlasın ki faydadan bakalım. Çünkü Azərbaycandakı qiymətlərini bilmirəm. Bu şəkildə salfetka 5, 6, 7, 8, 9, 10. 10 dənə
stəkan. Bu arada baxın, fikir versiyası bunların hamısı dəstə. Arkadakindən özü seçmişəm. Bir dənə belə boş qab, bir dənə belə boş qab. Bunlar mənim çox xoşuma gəlir. Baxın, Happy Birthday 16 yazılır. Çox belədir, baxın. Baxın bu şəkildə, məncə çox qəşəng olur. Bax bunlar. Salam, sabahki gündən hər kəsə salamlar. İsə gedirik alış-veriş eləməyə, bir də ki şalları falan dolduracağıq. Orada daha ətraflı çəkəcəm. Əlimdə bu ürək şarlar var, onu götürdüm. Bir də ki 16 var idi. Ürəkləri stolların arasında qaldırmağı düşünürəm. Bir də ki şara bağlayıb helyum kimi eləməyi də düşünürəm, amma orasını birazını dəqiqləşdirəcəm. Salam, yenidən salamlar. Bu günlər uşaqlar artıq hamı yuxarıya toplaşıb və gördüyünüz bütün dekorasiya işlərinə başlayırıq. Sadəcə helyum şallarını doldurulması qalıb. İndi yuxarını göstərəcəm sizə. Əslində heç lazım deyil, şar doldururuq. Çox həyəcanlıyam və uşaqlar bir dostum gələ bilməyəcək, alınmayacaq. Bir dostumun xəstələnib. Bəli, mən bəxtimə bütün dostlarımın hamısı xəstələndi, amma çox pozmaq olmaz və çox iyrənc düşünmüşəm. Bu arada yenə də yatıb durmuşam. Yuxudan oyanıb halımdan video çəkirəm. İndi sizə buraları göstərəcəm qısaca. Bunları çıxardacağıq. Bunlar da bilmirəm, bura olacaq yoxsa bura olacaq. Bunda çıxardılacaq. Və mən dolduracağım indi biraz. Bəli, yenə mən gəldim. Deməli, bunu səhərsi gün başıma gələnləri danışacağım sizə. Səhərsi gün, səhər vaxtı hər şey çox normal idi. Getmişdik şəkil çıxartdırmağa. Birazdan göstərəcəm sizə nə haqqında şəkillər. Onu çıxartdırmağa getmişdik. Sonra da yemək götürməyə getmişdik. Zakaz vermişdik, onu götürməyə getmişdik və heç nəyi çatdırmadıq. Həqiqətən heç nəyi çatdırmadıq. Yəni vaxt problemi yaşadıq. Hər şey üst-üstə gəldi. Təsəvvür edin ki, biz yeməyə götürürdük. Dostum zəfirdi ki, mən artıq sizin evinizdəyim də o dərəcədə. Ayrılıqda hər şey ayrıca hazırlaşdığım videonu çəkməyə düşünürdüm, amma dediyim kimi alınmadı. Hətta bir dostuma demişdim ki, tez gəl, rahat-rahat hazırlaşıb video çəkərik, o da alınmadı. Amma ən sonunda nəhayət oturduq, çox maraqlı keçdi. Yəni bu şəkildə bunları da demək istədim. Bir də bu gördüyünüz 16-nı bu hissəyə asdıq. Bu hissəyə də şinyat stolunun yanına qoyduq. Həm burada, həm də 16 olan hissədə şəkillər, videolar çəkdik. Birazdan görəcəksiniz. Məncə çox amma çox gözəl oldu. Sizin də öz fikirlərinizi yorumlarınızda gözləyirəm. Bu gidişə də belə bir şey astıq. Yenidən salamlar. Bəli, bu gün artıq ayın ikisidir və bu günləri həmin o böyük gündür. İndi hal-hazırda belə geyindim. Bəli, uşaqlar, deməli dediyim kimi bugün ayın ikisidir. Ay Allah, mən bu kamerada heç özümü bəyənmirəm. Deməli, dünənləri saat 4-də işləmiş yatdıq. Amma ki, dekorasiya işini saat 2-də falan qutardıq da. Yəni, hətta çimib elədim. Deməli, nə yiyəcək? Planımdan danışıram, amma tripodum yuxarıda da ora gedəndə danışaram. Bir də ki, mənim bir dənə dostum gələ bilmədi. Amma ki, hədiyyəsini göndərdi. İndi sizlərlə bərabər onu açacağıq. Əslində açıb baxmışam, amma not da yazılmış. Bu şəkildə çox şirin bir dənə sep. Çox qəşəngdir, çox sağ olsun. Buradan izləyirsə onu öpürəm. Bir də not var imiş burada. Ay, çox qəşəngdir. Oxuyum sizlə. Gülüşüm, ümid edirəm ki, hədiyyəni bəyənərsən, bəyənməmək kimi bir şey ola bilər. Düşünürəm ki, sənə yaraşacaq ki, sənə hər şey yaraşır. Ay Allah, çox sağ olsun. Sən də bəyənməsən də məndən xatirə qalsın. İstədim ki, kiçik də olsa, amma əlbəttə ki, yəni, mən verilən hədiyyələrin bəyənməmə ehtimalım yoxdur uşaqlar. Xüsusilə də seplər, mən sepləri taxmağı çox xoşlayıram. Əlbəttə ki, taxacam, çox sağ olsun. Bir də içini bu şəkildə bəzəyib çox şirin. İndi buna bir dənə cavab yazım, gözləyin. Bəli uşaqlar, qalxdım bura, indi sizə buranı çox qəşəng bir şəkildə göstərəcəm. Amma ilk olaraq gəlin sizə planımdan danışım. Əslində dönənləri çimdim, düzdür. Sadəcə mən saçımı vurmağı düşündüm. Prosta ki, indi gedəcək birazdan yemək zad almağa, nə bilim pizza falan. Ona görə corabla orada gəzmək. Saçımda corabla gəzə bilməyəcəyimə görə məcbur saçımı darayıb eləcə yatdım. Bu şəkildə gördüyünüz kimi heç nə olmayıb. Saçımı vurmaq istəyirəm. Bilmirəm, indi mamam icazə versə parıq-maxıra gedəcək. İcazə vermək deyəndə ki, vaxt problemi var. Yəni həm parıq-maxır, həm o şey falan biraz uzun çəkir. Pizza almağa Domino'sa gedəcək. Həm sushi-ni zakazı vermişəm, gələcək. McDonald's-a gedəcək, McDonald's almağa. Sonra aşağıda da mama popcorn pişirir, nə bilim nuggets pişirir. Keks pişirir. Keksi birinci özüm pişirməyi düşünürdüm. Sonra ağıtam olmadı açıqcası. Ona görə də indi o pişirimisi gəlsə buranın çox mükəmməl oldu. Mükəmməl bir şəkildə göstərim. Amma ki ona gəldim uşaqla tam hazır olmayıb. Çünki helyumda olacaq və bəzi aksesuarlar, məsələn burada Happy Birthday Party dönənlər xatırlayırsınızsa onlar düşüb. Stolu indi çəkim, qırağı sonra çəkərəm.
Bu şəkildə bir dəqiqə işıq biraz pis düşə bilər. Çünki hamısını yandırmamışam. Hamısını yandırmağa heç bir halım yoxdur uşaqlar. Oradan ayrı yandırmasan, buradan ayrı yandırmasan, buradan ayrı, buradan da ayrı yandırmalısan. Nəsə, bu şəkildə. Yəni bunu uşaqlar özüm hazırlamışam. Amma və lakin orada yəni yerləşdirmə problemi olduğuna görə şəkli məcbur olaraq belə araladılar və burada da obez düşmüşəm. Mənim uşaqlıq şəklimdə gözləyim istəyirəm. Yəni çox obez düşmüşəm. Çox kök düşmüşəm. Əslində kök idim, amma bu qədər də kök deyil idim. Ona görə biraz problem var. Dediyim kimi yerləşdirmə problemi var idi deyə biraz enləndirdi və bunu mən görməmişdim. Mən maşında oturmuşdum, yorulmuşdum. Qaydanda gördüm ki, belə çıxarıb dayı 1 saat falan oradaydıq deyə dayı eləyə bilmədim. Gördüyünüz kimi burada bütün hamısında özümlə bərabər şəkil var. Bir dənə şəkil problemi var. Onu çıxartdıracağım. Bir də özümə bir dənə şəkil qoyacağım. Mən özüm orada oturacağım. Çünki arxa fon bu şəkildə çox qəşəngdir. Lent bağladıq və burada öz şəklim var. Hamısının öz şəklim var burada. Orada da, oralarda da var. Və bu şəkildə 2 dənə qabımız var. Bunda niyə 3 dənə deyil? Hamısını düşündüm, bunda 2 dənədir. Soya sosu, wasabi, bir də ki o qırmızı şeyin adı yadımdan çıxdı, onlara qoyacağıq. Və burada mənim ən sevdiyim gül var və rəngi də tam elə bir konseptə uydu da, çox qəşəngdir. Burada da şam qoymuşuq, suyun üstündə də şam və onu yandıracağıq. Burada da var. Burada da var. Burada mənim öz yerimdir. Burada bir dənə şey var idi. Bunu mamam götürüb yəqin. Burada bir dənə ayrıca bantik var idi. Burada da öz şəklimi birinci çıxartmağı düşünmürdüm, amma gedib birazdan öz şəklimdə çıxaracağım. Yadıma düşmüşkən öz şəklimdə seçməliyim. Yadımdan çıxıb o. Burada da var. Burada şəkil gələcək. O şəkil çıxartmaq problemi idi. Və burada da bu şəkildə var. Ora hələlik hədiyyələrimi qoydum. Burada şirniyyat masamız var. Bunu dünənlər axşam düzəltmişdik. Gördüyünüz kimi bu şəkildə dedim ki, mən hələ heç nə tam hər şey hazır deyil. Bunları da bilirsiniz ki, Temurdan vurmuşdum. Bunların içine çitos falan qoyacağıq. Bunlar düşüb, bunlar taxılacaq. Dəngül var, bu ölür. Bu lazım deyil uşaqlar. Burada keks üçün şeylər var. Bunu göstərmişdim sizə. Burada bunun bu hissəsini deyəsən görməmişdiniz. Bura kiçik mini bardır. Biraz səliqəsizdir, amma heç nə olmaz. Burada boşqablar, bu var. Bu arada baxın. Başıma taxacağım şey budur. Çox qəşəngdir və par-par parıldayır. Burada biraz işıq pisdir deyə düşünür. Par-par parıldayır. Burada cipslər var və bu şəkildə. İndi isə gedim mamama kömək. Bəli, gördüyünüz kimi bu şəkildə burada kekslər var. Bunu mamam pişirəcək. Əslində mən pişirməyi düşünürdüm. Burası ki, dayı mamam pişirəsi oldu. Baxın, çox qəşəng oldu bunlar. Bunları indi bəzilərinin üstünə krem şanti almışam. Onlarla bəzəyəcəm. Baxın, uşaqlar belə bir şey almışdıq. Krem şanti deyirlər səhvlərimsə. Bundan bir də ki, bizdə evdə şey olmalıdır. Üstünə bəzəmək üçün şeylər olur. Belə mama qaşmışdı. Onlarla bəzəyəcəyik. Çox qəşəng olacaq məncə. İndi bəzəyim. Hə, deyə baxmasa burada var. Ay, bunlar çox şirindir. Roz olanlardan. Bunu uşaqlar hamı çox xoş deyir. Mən bir dəfə dadına baxmışdım. Hardaydısa bilmirəm. Bundan deyildi, amma dadına baxmışdım. İndi dadına baxacağam. Əslində mən süddə hər şeydən nifrət edirəm. Bilmirəm, bunu çox xoşdur. Ay, bu sıçmı deyə bu? Aşağı inmez. Üstüne zıda tutayım sıkatacak. Bir də akım vardı. Belə yerdən ağzına düşürdü. Üstüne zıda tutayım sıkatacak. Para töküldü. Dedim de sen benim şey değil. Ay baba. Ay Bu baba. aşağı tutup elime. Elime. Onu böyle elleri. Ha. Söylesin. Ay ne şey görsəndi, baxın. Mənim bir şey deyil çoxam. Qaymaq dadı gəlir. Qaymaq xoşlamırdığım üçün çox pisdir, amma yəni bunun üçün ölənlər var, amma mənim bir şey deyil. Bəli uşaqlar, yenə ilk olaraq ilk dində ağzımıza kim gəlir? Təbii ki də xanım. Tekrar tərəfi də ilalaşaq. Bəli, hələ də heç kim var ki, yuxarını görməyib, bir də əməliyyat görüb, bu istisnadır. Heç kim görməyib. Bu arada üstünü şokolatlarına çox qəşəng görsənirlər, iyisi də çox qəşəngdir. Ay Allah. Gül üstünə nə deyişir? Buna baxın, ay da düşmədi. Bəli, bu şəkildə. Sonra isə bunun üstünü, burada bunlardan var, bundan üstünü. Yuxarıdan da zəhbrlı əsərləşirəm. Onu böyle eller var. Ortadan. Aa, bu qırmızı girdi araya. Sen. Elədin mi? Ay, yanlış Bəsdir. qaldı mənim işim. Ay, nə şey oldu bu? Tırnaqlarını Keksin
bir bakın ettim. Buna baxın, çox qəşəng oldu. Çünki mən elədim. Bəli, burada artıq masanın son halını sizə göstərəcəm. Təsəvvür edin, bu hissəni qurana qədər uşaqların heç birini yuxarıya qaldırmamışam ki, sürpriz olsun, hər şeyi riski görsünlər. Sadəcə bir nəfər məcbur, yox, 2 nəfər qalxmışdı, o da məcbur kömək üçün, çünki dediyim kimi heç nəyə çatdırmamışdıq. Bir de hiçbirinizin haberi yokmuş. Orada hiçbiriniz siz dördünüz görün. Üçünüz görmemişsiniz. Üçünüz görmemişsiniz. Ben de görmemişim. Qətiyyən 2 saat gözləmişsiniz. Burada gəlin. Danışa gəlin də. Yox, o qədər gözlüblər ki, heç qarşımda xalları yox. Bu şəkildə burada hamımıza şoklayıb. Uje bitib tükənmişik. Arxa fonda bu şəkildə. Tortumuz da gəldi. Bitib tükənmiş uje yorğunluqdan öldü. Hələ akımlarımız qalıb. Balda düşmürəm orada. Ay Allah. Heyecanlandım. Bu da saattır, Rolex'si saattır da. Saat. Mesela ne qəşəng. Çox qəşəngdir. İşte roz renkdə. Konseptə Allah, uyğun. belə bir şey istəyirdim ya saat. Özür hamısı qarışıq. Roz renk. Ay çox sağ ol, çox. Çox sağ ol. Kələm deyə kələm. Bunu görmüsən? Zaman günü. Ne qəşəngdir. Gözü sən o tərəfə bax bir dənə bunu düzəldim mən. Ayılacaqsan yəni. Ne qəşəngdir. Hə. Səfirə gəlib biraz qarışıb. Ay bunu sevdiğimi bilirsən. Hə.
çıxmayacaq. Ora şey eləmişəm, dağlıdır çünki. Ancaq gül uşaqla çıxmaq istəyirəm. Çox qəşəng. Gül uşaqla. Bunu həyatımın sonuna qədər saxlayacağam. Ay, bu şəkillərə bax. Coğrafi düzəltmisən mi? Hə, hamısını. Ay, qızıl ətdə şeydir. Hə. Bu da ən sevdiyim şeydir uşaqlar. O da dırnaqda yapışdırmışam üstünə. Nə qəşəngdir bu. Ay da bunu deyirdin highlighter. Hə. Çox qəşəng. Ay Allah, ay Allah, ay Allah. Baş gördüm. Buna yedizək bir şeydin demişdim. Hə. Bunu hamısını Fatimə ilə danışmış. Ay da onu. Jilbon xoşladığını. Bəli. O da ki, aksesuar qoymaq üçün. Ay ya, bunu istəyirdim ya. Vaxt yox idi aksesuar qabım. Var idi, yerləşdi. Var, yerləşmiş çoxdur. Heç zaman. Bir də uşaqlar, sonda sizə dostlarımın düşüncə tərzini göstərəcəm. İlk növbədə bu sepi mən Instagramda səhv eləmirəmsə paylaşım etmişlər və oradan bəyənmişdim. Oradan var. Bu sepi danışmışdı. Bu sepdən istəyirəm. Bu sepi alıb. Bu sep mən TikTokda postlamışdım. Əslində bu sepə görə postlamamışam. Düzdür, bu sepin də çox böyük bir anısı var. Sadəcə yarğı baxanlar bilər. Amma ki mən öz heç vaxt çıxartmadığım sepim olaraq repostlamışdım və dostum bunu oradan görüb mənim repostladığımı görüb almışdı. Çox sağ olsunlar. Bunlar da bu videoda demək istədim çünki üçünün də həqiqətən istəyirdim və diqqət edib alıblar.